Kredit götürəndə nəyə diqqət etmək lazımdır? Borcumuz nə zaman silinə bilər? Hüquqi baxımdan vətəndaş hansı addımları atmalıdır? Sizi narahat edən bu və digər məsələlərə aydınlıq gətirəcək. Əlbəttə ki, hörmətli qonağım, Vəkillər Kollegiyasının üzvü, hörmətli vəkil Amid Əskərovla birlikdə. Amid bəy, xoş gəlmisiniz. Xoş gördük. Minnətdaram, təşəkkür edirəm sizi dəvət elədiyiniz üçün. Çox sağ olun. Amid bəy, mövzu çox aktualdır, bilirik ki, bugün hər evdə demək olar ki, kredit götürən bir şəxs var və hər evdə kredit söhbəti gedir. Kim isə ev krediti, kim isə avtomobil üçün, kim isə hansısa bir işi qurmaq üçün və ya gündəlik tələbatını ödəmək üçün banklardan kredit götürür. Amma çox qəribə bir paradoks yaranıb ki, insanlar kredit götürəndə çox asan bunu eləyirlər. Çünki şərtlər çox asanlaşıb, lakin krediti ödəyəndə çətinlik çəkirlər. Bu nə ilə bağlıdır? Tamamilə doğrudur. Deməli, əsas məsələ nədən ibarətdir? Niyə bu hallar baş verir, belə deyək? Çünki insanlar adətən kredit götürərkən burada həm psixoloji faktorlar var, həm hüquqi məsələlər var. İlk növbədə kredit götürmək üçün müraciət edən şəxsin məqsədi o həmin kredit məbləğini, vəsaiti əldə etməkdir. Tez zamanda əldə etməkdir. Tez zamanda, bəli, tamamilə doğrudur. Ona görə ilk növbədə vətəndaşların əksəriyyəti bu məsələyə sadəcə bir texniki bir prosedur kimi baxır. Müqavilə ilə lazımi qaydada tanış olmurlar. Sadəcə deməli göstərilən yerlərə imza atmaqla tez bir şəkildə bu mərhələni atlatmağa çalışırlar. Lakin bu qeyd edeyim ki, belə deyim, bunu demək olar ki, əksər vətəndaşlar bilir, sadəcə buna riayət eləmirlər. Bu da tamamilə gələcəkdə neqativ halların ortaya çıxmasından nəticələnir. Bu haqda biz hələ verilişimizin gedişatında danışacağıq. Amid bəy, el arasında belə bir fikir var ki, əgər bankla müqavilə bağlamısansa, bu evlənməyə imza atmaq kimi bir şeydir. Əvvəlcədən hər şeyi götür-qoy etməlisən ki, səhvə yol verməyəsən. Kredit götürəndə vətəndaş hansı səhvlərə yol açır? Kredit götürəndə ilk növbədə ən çox yol verilən səhvlər, yəni qeyd elədiyimiz kimi müqavilə ilə tanış olmamaq məsələsidir. Bunun da müxtəlif səbəbləri var. Yəni ola bilir ki, vətəndaş müəyyən səbəblərdən həm növbə baxımından, həm vaxt baxımından tanış olmaq imkanı olmur və yaxud da sadəcə məsuliyyətsiz yanaşaraq müqavilə ilə tanış olmur. Lakin vətəndaş nəzərə almalıdır ki, müqavilə bağladığı anda, yəni müqavilə tərəflər imzaladığı andan sonra bütün orada göstərilən şərtlər müqavilənin, daha doğrusu kreditin gələcək bütün taleyinə toxunacaqdır. Yəni həm ödənilməsi, qaytarılması, faiz şərtləri, müddəti, bütün bu məsələlərlə tanış olmaq üçün ilk növbədə vətəndaş təbii ki, müqavilə ilə tanış olmalıdır. Tanış olmadığı təqdirdə hər cür, yəni belə deyim, problemlər ortaya çıxa bilər. İstər müddətlə bağlı, istər faizlə bağlı, ödənişlərdə, şərtlərdə. Ona görə də tövsiyə olunur ki, ilk növbədə vətəndaş müqaviləni imzalamamışdan əvvəl onu oxusun. Hətta qanunverici sırf istehlak kreditlərindən bağlı bu problemin aradan qaldırılması üçün xüsusi bir bənddə mülki məcəlləyə əlavə etmişdir. Həmin bəndin tələblərinə əsasən vətəndaş banka müraciət edərək kredit şərtləri barədə ilkin məlumatlandırma əldə edə bilər müqavilə imzalamamışdan əvvəl və həmin şəxsə müqavilənin bütün şərtləri əvvəlcədən təqdim olunur. O rahat bir şəkildə istəyir bankda, istəyir qeyri-bankda, yəni digər bir yerdə həmən müqavilənin şərtləri ilə tanış olduqdan sonra artıq rahat bir şəkildə yaxınlaşıb bankda həmən müqaviləni imzalaya bilər. Halbuki, yəni bu dəyişiklikdən qabaq belə bir şərt nəzərdə tutulmamışdı. Söhbət sırf istehlak kreditindən gedir. Əvvəl belə bir şərt yox idi. Ona görə bayaq qeyd elədiyimiz kimi vətəndaş həm növbə baxımından, vaxt baxımından, şərait baxımından elə yerindəcə bir növ texniki baxımdan imza eləyib müqavilənin şərtlərini qəbul eləyirdi və elə problemlər də bundan sonra yanılır. Amma nəzərə alsaq ki, bank müqaviləni təqdim edəndə ən axır səhifədə bir sənəd olur. Mən bütün şərtlərlə tanış oldum. Elə vətəndaşlarımız kör-körəni ona qol çəkirlər. Bundan sonra da problemlər çıxanda deyir ki, mən oxumamışdım. Belə hallar da olur. Yenə də hər bir halda, yəni səbəblər müxtəlif ola bilər, şərait müxtəlif ola bilər. Bunların heç birinə baxmayaraq vətəndaş hər bir halda bütün şərtlərlə tanış olmalıdır. Çünki o müqaviləni imzalamaqla orada olan bütün şərtləri qəbul edilmiş hesab olunur. Kredit müqavilələrində ən kiçik yazılar olan maddələr olur, hansıları ki, heç kim nəzər yetirmir, fikir vermir. Ən çox rast gələn hansı kiçik məqamlardır ki, vətəndaş ona diqqət yetirməlidir? Bu məsələni belə izah eləmək istəyərdim. Ümumiyyətlə,
bankların vətəndaşlarla bağladığı müqavilənin şablon forması yoxdur. Yəni standart bir müqavilə forması yoxdur. Deyək ki, bütün banklarda bu müqavilə forması nəzərdə tutulur. Yəni hər bankın ayrı-ayrı müqavilə forması var. Bəli, təbii ki, yəni müqavilə hər bank tərəfindən özünə məxsus öz şərtləri baxımından deməli tərtib olunur. Ona görə də bir müqaviləyə bunu aid eləyib, yəni bu məsələ ilə bağlı bütün müqavilələrə aid eləmək düzgün olmazdı. Sadəcə məsələ nədir? Hətta kiçik şriftlə yazılsa belə, o müqavilənin imzalanması həmən vətəndaşı, həmən şəxsi sabah orada həmən şərtlərdən irəli gələn öhdəlikdən azad eləmir. Lakin vətəndaşın belə bir hüquqları var ki, əgər müqavilənin qeyd olunan kiçik şriftlər ona aydın olmazsa, orada qeyd olunan şərt ona aydın olmazsa, bankdan bunu tələb eləyə bilər və yaxud digər kredit verəndən buna tələb eləyə bilər ki, həmən şərtin aydınlaşdırılması, müəyyən olunması, orada nə yazılıb, nə demək istəyir, bununla bağlı müraciət eləyə bilər. Ən son addım kimi vətəndaş əgər hansısa bir şərtlə razı deyilsə, o müqaviləni imzalamağa borclu deyil. Ola bilər qeyd elədiyiniz kimi, tutaq ki, kiçik şriftlə qeyd olunsun, bunu nəyisə başa düşməsin, oxumaqda çətinlik çəksin və s. və ilə axır. Amma hər bir halda vətəndaş onu imzalamağa məcbur deyil və həmən müqavilənin imzalanmasından imtina eləyə bilər. Kredit götürərkən ən vacib sənəd hansıdır? Təbii ki, kredit götürən zaman kredit verən tərəfindən bir neçə sənədlər tələb olunur. Amma ən əsas sənəd təbii ki, kredit müqaviləsi hesab olunur. Çünki az öncə qeyd elədiyimiz kimi kreditin ödənilməsi, faizləri, müddəti, bütün bu məsələlər eləcə də borc verənin və borc ödəyənin, yəni borclunun bütün hüquqları həmən müqavilədə nəzərdə tutulur. Ona görə ən vacib sənəd elə kredit müqaviləsi hesab eləmək olar. Bank kreditini uzun müddətli götürmək sərf edir, yoxsa qısa müddətli? Bu suala belə cavab vermək istəyərdim mən. Bu, hər bir şəxsin öz maddi imkanlarından asılı olan bir şeydir. Elə şəxs var ki, yəni ona uzun müddətli kredit sərf eləyər, elə şəxs var ki, ona qısa müddətli deməli kredit şərtləri sərf eləyər. Bu, belə deyim, hər bir şəxsin özündən asılı olan bir şeydir. Yəni, hər bir şəxs öz maddi imkanlarını qiymətləndirməlidir, hansı müddətdə ödəyə bilər, aylıq nə qədər ödəniş edə bilər və hansı məbləği götürə bilər. Bunu hər bir kəs özü qiymətləndirib, özü qərar verməlidir. Konkret, yəni demək olmaz ki, hər bir kəs uzun müddətli kredit götürsə yaxşıdır və yaxud da hər bir kəs qısa müddətli götürsə yaxşıdır. Hər bir şəxsin bu özünə aid olan bir məsələdir. Hamid bəy, istəyirəm ki, tamaşaçılarımızdan gələn sualları ünvanlayım sizə və onlara cavab tapmağa çalışaq. Tamaşaçılarımız bizə yazır ki, 2023-cü ildə bankdan 10.000 manat kredit götürmüşəm və aylıq ödənişim 400 manat olub. O vaxtki maaşım 1200 manat idi. Amma 2025-ci ildə şirkət ixtisar edibdir və bu səbəbdən də maaşım 700 manata düşübdür. Əgər belə getsə, ödənişi ödəyə bilməyəcəm və gecikmələrim olacaq. Belə bir halda vətəndaş nə edə bilər? Belə bir halda vətəndaş müraciət eləyə bilər, kredit verən, yəni banka müraciət eləyə bilər. Təbii ki, bankın elə bir öhdəliyi və yaxud da vəzifəsi deyil ki, müddətin uzadılmasından bağlı belə bir öhdəlik yoxdur. Sadəcə danışıqlar əsasında bir razılıq olarsa tərəflər arasında, bu zaman kredit müqaviləsinin müddətinə, şərtlərinə müəyyən dəyişikliklər edərək vətəndaşın xeyrinə hər hansı bir addımlar atıla bilər. Amma bir daha qeyd eləmək istəyirəm ki, bu kredit verənin, borc verənin vəzifəsi deyil, sadəcə hüququdur. Ona görə maksimal dərəcədə vətəndaş ilk növbədə əgər belə bir hal baş verirsə, borc verən şəxsə kredit verənlə danışıqlar əsnasında bu özünə belə deyək, müsbət nəticə əldə etməyə çalışmalıdır. Biz bilirik ki, əgər gecikmələr olsa, 5-10 gün sonra bank tərəfindən faizlər yazılacaq, hesablanacaq. 30 gündən sonra məhkəmədən xəbərdarlıq yayın ki gələcək və bundan sonra vətəndaşın problemləri çoxalacaq. Bu səbəbdən də ən doğrusu elə banka müraciət edərək bu məsələləri danışıq yolla həll etməsidir. Bəli, ilkin olaraq, yəni məhkəmə mərhələsinə çatmamışdan əvvəl ən azından vətəndaş bununla bağlı müraciət eləməlidir. Bəli. Hər hansı bir müsbət nəticənin əldə olunması üçün. Lakin əldə olunmazsa və ödəniş eləyə bilməzsə vətəndaş,
müqavilədə qeyd olunur bu. Demək, bankın hansı hallarda kredit verən, hansı hallarda məhkəməyə müraciət eləmək hüququ yaranır. Bu adətən 2 dəfədən artıq gecikdirilməsi və yaxud da 90 gün müddətində gecikdirilməsi hər bir halda dəqiqliyi ilə kredit müqaviləsinin şərtlərinə baxmalıdır və məhkəmə mərhələsinə çatmamışdan əvvəl ən azından danışıqlarla məsələni yoluna qoymağa çalışmaq lazımdır. Amma əgər bu mərhələyə çatarsa, təbii ki, bank da öz hüququndan istifadə edib məhkəməyə müraciət eləmək və yaranmış əsas borc, faiz borcu, müqavilədə nəzərdə tutulubsa dəbbə pulu və yaxud da kompensasiya, bununla bağlı təbii ki, bankın da məhkəməyə müraciət eləmək hüququ yaranır. Bank dilində restruktizasiya deyilən bir termin var. Bu nə deməkdir? Restruktizasiya deməli müqavilənin müddətinin bayaq qeyd elədiyimiz kimi vətəndaşda ola bilər ki, ödəmədə problem yaransın. Danışıqlar əsasında müqavilənin müddətinin uzadılması, faizinin müəyyən qədər dəyişdirilməsi, bu məsələlər həll olunur. Yəni belə olan halda müqavilənin müddəti müəyyən qədər uzadıla bilər, faizdə düzdür dəyişikliklər olur əksər hallarda. Belə deyim də, bir növ öhdəliyin nisbətən yüngülləşdirilməsi kimi qeyd eləmək olar müddət baxımından. Amma adətən belə olanda faizləri də nisbətən artırır bank. Yenə də hər bir deməli bu məsələ danışıqlar əsnasında həll olunmalıdır. Tərəflər razılığa gələrsə buna yol verilir. Biz bayaq vətəndaşın bizə etdiyi müraciət haqqında danışdıq, lakin o hal-hazırdakı vəziyyətini söylüyordü. Amma ola bilsə ki, vətəndaş müəyyən bir səbəbdən 3 ay müddətinə artıq gecikməsi var və banka kredit borcunu ödəmir. Bəs bu vəziyyətdə vətəndaş nə edə bilər? Bu vəziyyətdə belə deyim, ümumiyyətlə həm borc verən, həm borc alan öz öhdəlikləri üçün məsuliyyət daşıyır. Müqavilə imzaladıkdan sonra istər borc verən, istərsə də borc alan üzərinə götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır. Təbii reallıqdır, belə hallar çox olur. Elə olur ki, vətəndaş çıxılmaz bir vəziyyətə düşür. Danışıqlar əsnasında bir şey əldə etmək mümkün deyilsə, bankla qarşı tərəflə təəssüf ki, belə olan halda edəcək bir şey yoxdur. Yəqin ki, artıq deməli kredit verən, borc verən artıq məhkəməyə müraciət eləyəcəkdir. Yenə də məhkəməyə müraciət olunarsa, məhkəmə dərhal başlayıb yekunlaşmır məhkəmə demək bir neçə ay. Bəli, bir neçə ay davam eləyə bilər, bir neçə məhkəmə iclası baş tutur. Bu gedişatda da bu məsələləri aradan qaldırmaq olar əgər ödəniş olarsa. Əgər borc alan ödəniş edərsə, deyək ki, məhkəmənin gedişatında bank iddiasını geri götürə bilər. Yəni belə bir hüququ da var. Bunu da eləyə bilər. Lakin əgər tamamilə ödəniş qabiliyyəti yoxdursa, heç bir ödəniş eləyə bilmirsə, təbii ki, kredit verən də artıq məhkəməyə müraciət edir. Vətəndaş kreditlə aldığı əşyanı gecikmə səbəbindən banka qaytarmaq məcburiyyətində qala bilərmi? Xeyr, belə olan halda gecikmə səbəbindən olarsa əgər, gecikmə baş verərsə təbii ki, qeyd olunan məbləğ yenə qeyd elədiyimiz kimi həmin vətəndaşdan tutula bilər. Daha əvvəl qeyd elədiyimiz qaydada, yəni kreditin alınması formasında bu ola bilər məhkəmə qaydasında, ola bilər əmək haqqı kartından və s. kartlardan tutulma formasında. Bəli, əgər müqavilədə bu öz əksini tapıbsa, belə olan halda yəni həmin əşya banka qaytarılmır, sadəcə o yaranmış kredit borcu faizlərlə bağlı müraciət olunub, həmən məbləğ vətəndaşdan tələb olunur. Misal üçün, vətəndaş bankdan 2000 manat pul götürüb və bunun müqavilində hansısa bir mağazadan telefon alıb və ya böyük bir texnika alıbdır və bu onun hələ mülkiyyəti hesab olunmur. Belə çıxırmı? Əgər bank həmən əşya üçün ödənişi həyata keçiribsə satıcıya və həmən əşya alıcıya təhvil verilibsə, artıq onun mülkiyyətinə keçmiş sayılır. Burada yenə də vətəndaş həmin əşyanı qəbul etməklə, müqaviləni imzalamaqla artıq hesab eləmək olar ki, o kredit müqaviləsini imzalayaraq orada nəzərdə tutulan öhdəlikləri üzərinə götürür. Bir məsələni də qeyd eləmək istəyirəm, bu elektron qaydada bağlanan kredit müqavilələrindən bağlı əksər hallarda mən rastlaşıram
yaşayan vətəndaşlar müraciət edir ki, biz heç bir müqavilə imzalamamışıq, sadəcə tətbiq yükləmişik, oradan əldə eləmişik bu kredit məbləği. İndi bizdən çox böyük faizlər tələb olunur və s. Deməli, burada məsələ necə tənzimlənir? Həmən tətbiq yükləndikdən sonra, yəqin ki, hər birimiz bunu görmüşük, orada müəyyən şərtlər ortaya çıxır, hələ tətbiqə keçid eləməmişdən əvvəl. Bütün müqavilənin şərtləri orada qeyd olunur. Əgər o adətən vətəndaşlar həmin şərtlərlə tanış olmayıb, birbaşa keçid edirlər və məbləği götürürlər. Problem də buradan yaranır. Qeyd olunan şərtlər müddətdir, yenə faiz məbləğləridir, həmin şərtlərdə nəzərdə tutulur. Ona görə vəsaiti yenə də götürməmişdən əvvəl elektron qaydada olsa belə o şərtlərlə tanış olduqdan sonra razıdırsa vətəndaş, o şərtləri qəbul edib tətbiqə keçməyi daha məqsəd uyğundur. Bunlar hamısı istehlak kreditlərinə bağlıdır, elədirmi? Danışılan məsələlər ümumilikdə həm ümumi kredit məsələlərinə aid eləmək olar, bəzilərini sırf istehlak kreditinə aid eləmək olar. Çünki qanunverici 2023-cü ildə mülki məcəlləyə etdiyi dəyişikliklə bu vətəndaşların belə deyək, vəziyyətini nisbətən yüngülləşdirmək məqsədi ilə, yəni şərtlərlə tanış olmanı təmin eləmək, hansı şərtlərlə götürür, hansı faizlə götürür. Bu baxımdan sırf istehlak kreditindən bağlı ayrıca bir bənd əlavə eləmişdi mülki məcəlləyə. Amma elə şərtlər də var ki, yəni danışıqlar əsasında bəzilərini bütün kredit müqavilələrinə aid eləmək olar, bəzilərini istehlak krediti müqaviləsinə aid eləmək olar. İstehlak krediti müqaviləsinin başlıca deməli göstəricilərindən biri odur ki, istehlak krediti müqaviləsi fiziki şəxslərlə bağlanır və bu məbləğ sahibkarlıq fəaliyyətinə bağlı olmalı deyil. Yəni sırf fiziki şəxsə ayrılan gündəlik tələbatını belə deyə ödəmək üçün kredit nəzərdə tutulur. Amit bəy, söhbətimizə qaldığımız yerdən davam edəcəyik, lakin indi reklam fasiləsinə ayrılırıq. Biraz sonra yenidən qayıdacağıq. Reklamlar bitdi və xatırladım ki, bugün biz bank kreditlərindən danışırıq. Onu da xatırladım ki, bizim WhatsApp nömrəmiz aktivdir. Siz bizə 077 177 89 58 nömrəli WhatsApp nömrəsindən müraciət edə bilərsiniz. Öz problemləriniz haqqında bizə yaza bilərsiniz. Eyni zamanda bizim TikTok və Facebook hesabımız da aktivdir. Amit bəy, elə qaldığımız yerdə istəyirəm ki, davam edək. Biz istehlak kreditlərindən danışdıq. Eyni zamanda əşyaya bağlı kreditlər də var. Misal üçün, vətəndaş avtomobil götürür. Bəs onda vəziyyət necə olur? Bildiyimiz kimi, ipoteka girov öhdəliyin təmin olunma üsullarındandır. Bu mənası, yəni o deməkdir ki, kredit ödənilmədiyi təqdirdə kredit verən, borc verən həmən əmlaka tutma yönəldə bilir. Qeyd olunan hallarda istər nəqliyyat vasitəsindən bağlı olsun, istər daşınmaz əmlakla bağlı olsun, həmən bağlanan kredit müqaviləsinin təminatı kimi də ipoteka girov müqaviləsi bağlanıla bilir. Belə olan halda gələcəkdə müqavilə bağlandıqdan sonra yenə şərtlərə əməl olunmazsa və bankın məhkəməyə müraciət eləmə hüququ yaranarsa, belə olan halda borc verən, kredit verən məhkəməyə müraciət edərək həmin borcun ipoteka girovla yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi qaldırır və əgər qətnamə təmin olunarsa, bu halda daşınmaz əmlaksa daşınmaz əmlak, nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi hərracdan satılma yolu ilə həmən borc yönləndirilir əldə olunmuş məbləğə. Burada bir neçə nüansı qeyd eləmək istəyərdim. Sırf vətəndaşın hüquqları baxımından belə olan təqdirdə əgər borcun məbləği satış məbləğindən azdırsa, yerdə qalan məbləğ vətəndaşa, yəni borc götürənə, borc alana geri qaytarılmalıdır. Misal üçün, avtomobildir, onun qiyməti 100 mindir və vətəndaşın da 50 min borcu var. Bu hərraca çıxarılır, satılır, 50 min borc banka qaytarılır, yerdə qalan məbləğ isə vətəndaşın özünə qaytarılır. Bəli, bu formada o məsələ həllini tapır. Ola bilər ki, əksində də olsun, yəni praktikada belə hallar da ola bilir. Belə olan hallarda deməli, əgər ipoteka girov predmeti borcun ödənilməsi üçün kifayət deyildirsə, yerdə qalan borc ümumi qaydada icra mərhələsində artıq vətəndaşın digər şəkildə də tutula bilər. Amit bəy, mən istəyirəm ki, leasing məsələsinə də qısa da olsa bir toxunaq. Leasing nədir ümumiyyətlə? Leasingə bir növ kredit icarə müqaviləsi deyirlər. Burada tərəflər olur leasing verən və leasing alan. Leasing müqaviləsi daha uzun müddətə bağlanılır.
və faizlər nisbətən daha aşağı olur. Lakin burada məsələ ondan ibarətdir ki, tutaq ki, kredit müqaviləsində vəsaitin, məbləğin, hansısa pul və məbləğin verilməsindən söhbət gedirsə, lizinqin predmeti burada daşınmaz əşya, daşınar əşya və s. ola bilər. Burada da əsas məsələ yenə ondan ibarətdir ki, lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq ödənişləri həyata keçirilib, yekunlaşdıqdan sonra həmin əşya lizinq alanın mülkiyyətinə keçə bilər. Bu cür şərtlər də nəzərdə tutula bilər. Mən belə başa düşürəm ki, tamaşaçılarımıza da aydın olsun deyə bunu daha sadə şəkildə istəyirəm anladaq ki, lizinqdən əgər əşya ya da fərqi yoxdur, böyük ya kiçik əşya götürmüsənsə, vətəndaş bu əşya vətəndaşın deyil. Yəni əgər ödəniş olunmasa, lizinq şirkəti dərhal səlahiyyətində olan əşyanı geri götürür vətəndaşdan. Lizinq müqaviləsində əgər ödənişlər tam şəkildə olmazsa, deməli həmin əşyanı lizinq verən şirkət məhkəməyə müraciət edərək borcu tələb eləməklə birlikdə həmçinin də həmin əşyanı şəxsdən tələb eləyə bilir. Yəni beləliklə də həm borcu tələb eləmiş olur, həm də əşyanı geri götürmüş olur. Bəli. Yenə də hər bir halda biz düzdür əvvəldə qeyd elədik ki, kredit müqaviləsinin şərtlərindən tanış olmaq hər bir halda tək kredit müqaviləsindən söhbət getmir. Bütün müqavilələri, istər lizinq olsun, icarə olsun, kirayə olsun və s. bütün müqavilələri imzalamamışdan əvvəl hər bir halda şərtlərindən tanış olmaq lazımdır. Əgər vətəndaşın gəlir sabit deyilsə, onda o kredit götürə bilərmi? Misal üçün mövsümi işlərlə məşğuldur. Bölgələrimizdə işləyən, çalışan vətəndaşlarımız ya yaz aylarında işləyirlər, lakin qışda onlar iş tapa bilmirlər. Ümumiyyətlə müraciət edən şəxsə kredit məbləğinin ayrılıb-ayrılmaması məsələsi sırf borc verənin özündən asılıdır. Yəni belə deyim, qanunvericilikdə konkret olaraq qeyd olunmur ki, bu şəxslərə əgər sabit gəliri yoxdursa kredit verilə bilər, yoxsa verilə bilməz. Bunu sırf bankın daxili məsələləridir. Ona görə də müraciət eləyərkən kredit üçün bu kredit mütəxəssisləri vətəndaşın maddi vəziyyətini, gəlirini, bu halları dəyərləndirib ona kreditin ayrılmasının mümkün olması və yaxud da olmaması barədə cavab verir və yaxud da məbləğinin nə qədər vermək mümkün olması barədə ola biləcəyi haqqında. Bəli, ola bilər ki, yəni vətəndaşın gəliri yüksək olarsa, təbii ki, ona yüksək məbləğdə kredit verilmə ehtimalı daha çoxdur, nəinki belə deyək, gəlirinin az olduğu halda ona kreditin verilməsi. Yəni qısa olaraq sualınızın cavabı bankın daxili məsələsidir. Yəni bank hər bir halda borclunun gələcəkdə bunu ödəyib ödəməmə iqtidarını qiymətləndirərək ona kreditin ayrılıb-ayrılmaması barədə qərar verir. Vətəndaşlarımızdan biri bizə müraciət edərək qeyd edir ki, o dizaynerdir və elə ay olur ki, o 1000 manat gəlir əldə edir, bəzi aylarda isə 500 manat. Yəni onun da gəliri stabil deyil. Bu vəziyyətdə o necə kredit götürə bilər? Bu halda qeyd eləmək olar ki, əgər vətəndaşın gəliri sabit deyilsə və yaxud da azdırsa, kredit əldə eləmək üçün öhdəliyin təmin olunma üsullarından istifadə edə bilər. Az əvvəl qeyd elədiyimiz kimi bu ola bilər ipoteka, girov müqaviləsi ola bilər, zaminlik ola bilər. İndi ən çox demək olar ki, istifadə olunan zaminlikdir. B ola bilər, qarantiya ola bilər və s. Hal-hazırda belə deyim, ən aktual olan məsələlər bir ipoteka girov məsələsidir, digəri isə zaminlik məsələsidir. Elə zaminlikdən söz düşmüşkən istərdim ki, bu haqda danışaq. Çünki hindi vətəndaşlarımızın ən çox çəkindiyi məsələ də məhz zaminlikdir. Çünki sonradan onlar çox əziyyət çəkirlər. Ümumiyyətlə, zaminlik nədir? Zaminlik deməli bir şəxsin öhdəlikləri üçün başqa şəxsin borc verən qarşısında öhdəlik götürməsidir. Götürdüyü öhdəliklər. Bəli. Yəni deyək ki, bir nəfər kredit üçün müraciət eləyir və zamin kimi X bir şəxsi təqdim eləyir. Həmin zamin borc alanla birlikdə, əgər təbii ki, zaminlik müqaviləsində subsidiar məsuliyyət nəzərdə tutulmayıbsa, borc alanla birlikdə eyni dərəcədə belə deyək məsuliyyət daşımış olur.
Burada problemlər əsas nədən ibarətdir? Əksər hallarda zamin bunu belə deyək də bir o qədər başa düşmür, yəni məsuliyyətin bəlkə də ciddi almırlar. Bəli, bu işin ciddiyyətini o qədər də başa düşmür. Bəli, başa düşməyərək yəni müqaviləni imzalayırlar. İmzalayan zamanda hər şey qaydasındadır. Borc götürən ödəniş eləyir. Üzr istəyirəm Amid bəy. Adətən bu dost tanış olur və ya yaxın qohumlar olur və çox rahatlıqla etibar edərək gedib zamin dururlar. Bəli, zamin durduqdan sonra yəni artıq bu məsələdə problem yaranır. Ödənişlər gecikdirildikdə, ödənişlə bağlı problem yarandıqda artıq bu zaman məhkəməyə müraciət olunarkən, kredit verən, borc verən məhkəməyə müraciət edərkən cavabdeh kimi zamini də cəlb eləyə bilir və qətnamə qəbul olunduqdan sonra borclu ilə birlikdə zamindən də həmən pul tələb olunmağa başlayır. Zaminliklə bağlı qanunvericilikdə bir məsələni də qeyd eləmək istəyirəm ki, zamin duran şəxs əgər həmən məbləği məcbur qaydada belə deyək, borclunun əvəzinə ödəmiş olarsa, sonradan həmən məbləği borc verənin özündən tələb eləmə hüququ yaranır. Əgər o da, yəni zamin də ödəniş etməkdən boyun qaçırsa, onda bəs nə baş verir? O zaman artıq yenə məhkəməyə müraciət eləmə hüququ yaranıbsa, həm borclu, həm zamin cavabdeh kimi, cavabdeh qismində məhkəməyə cəlb olunur, yəni onlara qarşı iddia qaldırılır və qətnamə təmin olunduğu təqdirdə qanun qüvvəsini aldıqdan sonra deməli icraya yönəlir və artıq icra məmuru həm əsas borclu, həm zamin barəsində məcburi icra tədbirlərini həyata keçirə bilir. Amid bəy, bu proses nə qədər çəkir? 1 ay mı, 2 ay mı? Yəni bank nə qədər müddət verir ki, ya borc götürən, yəni kreditor özü və zamini, yəni ona zamin durmuş vətəndaş, dostu, tanışı, bunların hər birinə neçə müddət verilir, neçə ay verilir ki, bu pul ödənilsin və sonra məhkəməyə artıq müraciət edir? Müqavilədə bütün bu hallar ətraflı şəkildə göstərilir. Yəni neçə gecikmədən sonra kredit verənin və yaxud da hansı müddət gecikmədən sonra kredit verənin məhkəməyə müraciət etmə hüququ yaranır. Ümumiyyətlə iş praktikanızda sizi təəccübləndirən cərimə maddəsi olubmu? Deməli, cərimə ilə bağlı praktikada belə bir hallar olubdur. Təxmini mən məbləği demək istəyirəm, deyək ki, 400-500 manat əsas və faiz borcuna görə 1500-2000 manata yaxın cərimə hesablanıb tələb olunubdur vətəndaşdan. Təbii ki, bununla bağlı həm tərəfimizdən məhkəməyə müraciət olunaraq, həm də məhkəmə öz səlahiyyətindən istifadə edərək həmən tənasübsüz sürətdə yüksək olan cərimə məbləğini qətnamə qəbul edərkən nəzərə alıb aşağı endirmişdir. Müqavilədə elə maddələr də olur ki, vətəndaş o qədər də ona diqqət yetirmir, amma ki, sonradan artıq faizlər gələndə onlar çox gözə çarpan olur. Misal üçün, sığorta haqları və ya kiçik xidmət haqları, 2 manat, 5 manat, hər dəfə vətəndaş bunu gördükcə, bunlar artdıqca vətəndaş narahat olmağa başlayır. Bəs bunları necə etmək lazımdır? Mülki məcəllədə sırf qeyd olunan məsələ ilə bağlı istehlak kreditlərinə aid etsək bu məsələni, orada birbaşa göstərilib ki, əgər istehlak krediti müqaviləsində borc alandan tələb olunan məbləğlər tam şəkildə göstərilməyibsə, sığorta nə qədər olacaq, sığorta haqqı, komissiya nə qədər olacaqdır, xidmət haqqı nə qədər və s. Bu məbləğlərin, yəni orada göstərilməyən məbləğ vətəndaşdan tələb oluna bilməz. Mən nəyə görə sırf istehlak krediti müqaviləsini misal çəkdim? Çünki mülki məcəllədə bununla bağlı birbaşa göstəriş var, sırf istehlak krediti ilə bağlı. Təbii ki, bu məsələ digər kreditlərə də aid eləmək olar. Yəni müqavilədə razılaşdırılmamış məbləğin borc alandan tələb olunması qanuna ziddir. Ona görə də yenə məsələ gəlib müqavilə ilə tanış olma məsələsində dayanır. Bəli, hansı xərclər tutulacaq, nə qədər tutulacaq, bunları bilmək üçün müqavilənin şərtlərindən tanış olmaq lazımdır. Tamaşaçılarımızdan gələn suallardan da biri odur ki, nədən ödəmələr gecikərkən dərhal maaşdan tutulur? Belə deyim, bu məsələ yenə kredit müqaviləsinin şərtlərindən irəli gəlir. Orada kredit müqaviləsində tutulan məbləğlərin ardıcıllığı qeyd olunur. Yəni ödənilən məbləğ ilk növbədə hansı borcdan silinəcəkdir. Bu müqavilədə bu şərtlərdə öz əksini tapır. Təbii ki, əmək haqqından silinmələrlə bağlı əgər borc alan müqavilədə razılıq veribsə bu məsələyə, belə olan halda
hansı halda həmən əmək haqqına yönələ bilər. Bu da yenə müqavilədə qeyd olunur. Həmən borc yarandıqda artıq belə deyək, bir növ vətəndaşın borc alanın məlumatı olmadan, yəni hansı mənada məlumat olmadan adətən borc alan gözləyir ki, məktub gələcək, xəbərdarlıq olunacaq, bildiriş göndəriləcək. Bəli. Amma belə olan halda əgər razılıq veribsə, onun əmək haqqından silinmələr həyata keçirilə bilər. Yəni bu normal bir şeydir. Müqavilədə hər bir şey göstərilir. Bəli, təbii ki. bəndlər Əgər göstərilir. borc alan buna razılığını verməyibsə, bu həyata keçirilə bilməz. Amma əgər müqavilə ilə razılığı olubsa, təbii ki, silinmələr baş verə bilər. İstəyirəm ki, müqavilədə qeyd olunan force major hallarına da bir nəzər yetirək. Onda kreditoru nə gözləyir? Force major halları ümumiyyətlə devalvasiyanı force major halına aid eləmək olmaz. Çünki force major dedikdə müharibə şəraiti, epidemiyalar və s. nəzərdə tutulur. Force major ümumiyyətlə o deməkdir ki, bu hallar baş verərsə, tərəflər öz öhdəliyini icra etməkdən müəyyən müddətə belə deyək, azaddırlar. Yəni həmin müddətdə bu da onunla bağlıdır ki, force major halı adətən baş verəndə borcunu ödəmək istəyən bir şəxs bunu özündən asılı olmayan səbəblərdən həyata keçirə bilmir. Yəni deyək ki, misal üçün elə bir bölgədədir ki, bilir ki, borcun vaxtıdır, ödəməlidir, amma qeyd elədiyimiz hallarla bağlı bunu həyata keçirə bilmir. Deyək ki, internet yoxdur, elektrik yoxdur, nəqliyyat işləmir və s. və ilaxır. Bu hallarda o gecikdirilmiş müddət üzürlü sayılaraq, yəni o gecikdirilmə müddətinə daxil edilmir. Force major halı buna aiddir. Kredit müqavilələrində hər hansı bir səhvi sonradan düzəltmək mümkündürmü? Baxır, yəni müqavilədə hansı səhvə yol verilibdir. Əgər tərəflərin heç biri buna etiraz etmirsə, əgər belə deyək, yol verilmiş səhv hər iki tərəf üçün qəbul ediləndirsə, o zaman təbii ki, bunu düzəltməyə yol verilir, müqavilə əlavə formasında da eləmək olar və s. Amma ola bilər ki, misal üçün borc götürən desin ki, yox, mən elə bilirdim 20%dir, burada 25% imiş. Burada artıq mübahisə yaranarsa, təbii ki, məhkəməyə müraciət olunmalıdır və kimin haqlı olduğunu artıq məhkəmə müəyyən edəcək. Biz bilirik ki, vətəndaşın krediti götürdüyü müddətdən bir ay sonra krediti qaytarmaq imkanı da var. Bu haqda bir məlumat verərdiniz. Bəli, bu sırf istehlak kreditlərinə aid edilibdir. Mülki məcəllədə həmən deməli maddədə nəzərdə tutulur ki, borc alan şəxs həmən vəsaiti aldıqdan sonra 30 gün müddətində heç bir əsas gətirmədən həmən vəsaiti saxladığı günlər üçün faiz məbləğini və deməli müqavilədə nəzərdə tutulmuş komissiya və sair xərcləri ödəməklə heç bir əsas gətirmədən həmən kredit məbləğini geri qaytara bilər. Bu maddəyə nə vaxt salınıb? Yəni nə vaxtda bu maddə artıq işləkdir? Bu dəyişiklik mülki məcəlləyə olub 2023-cü ilin fevral ayında. Yəni bu yaxınlardan. Bəli, elə də böyük bir əslində müddət deyil. Qanun qüvvəsini alıbdı 6 ay sonra. Çünki həmən dəyişiklikdə nəzərdə tutulub ki, qeyd olunan müddəalar 6 ay sonra hüquqi qüvvəsini alacaq. Tamaşaçılarımızdan biri bizə yazaraq bildirir ki, bankdan ona zəng gəlib və ona kredit təklif olunub, lakin o bu kreditdən imtina edib. Bir neçə gün sonra onun telefonuna SMS gəlib ki, siz filan miqdarda krediti uğurla əldə etdiniz. Belə olan halda vətəndaş nə etməlidir? Təbii ki, ilk növbədə vətəndaş banka müraciət etməlidir qeyd olunan halın araşdırılması üçün. Çünki kredit müqaviləsinin bağlanması üçün həm yazılı forma, eyni zamanda elektron formada nəzərdə tutula bilər. Lakin əgər həmin şəxs ona telefon zəngi vasitəsilə kreditin götürülməsindən və yaxud ümumiyyətlə kreditlə bağlı hər hansı bir razılıq verməyibsə, ilk növbədə banka müraciət edərək bu halın araşdırılmasını tələb edə bilər. Əgər aydın olsa ki, bu bank tərəfindən deyil, hər hansı bir belə deyək tələzzuzlar tərəfindən olunan bir zəngdir, onda təbii ki, ancaq hüquq mühafizə orqanlarına müraciət etməlidir. Dərhal, hətta dərhal müraciət etmək lazımdır. Əziz tamaşaçılar, 077 177 89 58 nömrəli WhatsApp nömrəmiz aktivdir. Eyni zamanda siz Facebookdan və TikTokdan da bizi izləyə bilərsiniz. Əziz tamaşaçılar, indi isə reklama keçirik.
Reklamlardan qayıtdıq və xatırladım ki, bugün biz bank kreditlərlə danışırıq. Əlbəttə ki, hörmətli qonağım Vəkillər Kollegiyasının üzvü Amid Əskərovla birlikdə. Əziz tamaşaçılar, 077 177 89 58 nömrəli WhatsApp nömrəmiz aktivdir. Eyni zamanda siz Facebook'dan və TikTok'dan da bizi izləyə bilərsiniz. Mən istərdim ki, ev krediti haqqında da qısa məlumat verək. Düzdür, bu mövzu çox geniş mövzudur, ipotekadır, ev kreditidir. Amma bu haqda da bir balaca məlumat vermənizi istəyirəm. Ev krediti götürəndə hansı hallarda əmlak banka geri qala bilər? Qeyd elədiyimiz kimi ipoteka əsas öhdəliyin təmin edilməsi üsullarından biridir. Bu zaman yenə burada standart şərtlər qalır. Hansı məbləğdə qiymətləndirilir ipoteka predmeti, o göstərilir. Eyni zamanda illik hansı faizlə verilir, hansı məbləğ ayda ödəniş olunmalıdır və s. Bu şərtlərdən əlavə qeyd elədiyiniz sualla bağlı burada əgər borc yaranarsa və ipoteka predmeti olan evə yönələrsə, qətnamə qəbul olunduqdan sonra artıq həmən ev hərraca çıxarılaraq satışa çıxarılır. Satışa çıxarılan zaman həmən ipoteka predmeti tək evdən söhbət getmir, torpaq sahəsi də ola bilər, təklif olunur ipoteka saxlayan şəxsə, yəni kredit verən şəxsə. Kredit verən şəxs əgər onu öz vəsaiti hesabına əldə etmək istəyərsə, təbii ki, hərraca çıxarılmış qiymətlə, o zaman təbii ki, yenə dəyərini ödəməklə həmən əmlakı əldə edə bilər borc verən. Əgər kredit götürən həyat yoldaşının təminatçı kimi müqavilədə qeyd edibsə, onda kreditin ödənişi gecikəndə dərhal bank nümayəndəsi həyat yoldaşına və ya bu həm də anası, atası, yəni ailə üzvlərindən biri ola bilər bu təminatçı. Dərhal onlara zəng vurur və onlarla əlaqə saxlayır. Bu ümumiyyətlə bank tərəfindən doğru addımdır, yoxsa burada hansı bir qanuna uyğunsuzluq var? Bəli, son zamanlar bu hal çox tez-tez təkrar olunur. Bəli, burada mən təminatçı kimi deməzdim, çünki şəxs olaraq təminatçı deyikdə ilk növbədə zamin nəzərdə tutulur, belə desək. Amma qeyd elədiyiniz məsələ hansı formada baş verir? Şəxs kredit alması üçün müraciət edərkən bir neçə şəxsi orada əlaqə yaratmaq üçün əlaqə nömrələrini istəyir borc alandan və həmən deməli bankda artıq borc alan tərəfindən göstərilmiş şəxslərin əlaqə nömrələri orada qeyd olunaraq göstərilir. Sabahsı gün əgər kreditin ödənilməsində problem yaranarsa, əməkdaşlar, yəni bankın əməkdaşları söhbət bankdan getmir, istənilən kredit verəndən gedir. Artıq həmin şəxslərlə əlaqə saxlayaraq bir növ borcun ödənilməsini, ödətdirilməsini tələb eləyirlər. Təbii ki, bu birbaşa qanun pozuntusu sayılmasa da, amma zəng edilən şəxs buna etiraz edərsə, bu hala yol verilməməlidir. Təəssüf ki, reallıqda bu məsələ necə baş verir? Hətta bəzi, belə deyək, borc verənlər, kredit verənlər artıq məsələni həvalə edir kollektor şirkətlərinə. Bütün təbii ki, şirkətlərə aid eləmək olmaz, amma müəyyən şirkətlər vətəndaşa təzyiq edir telefondan, hədə-qorxu da gəlir. Bu hallar yol verilməzdir və belə olan halda təbii ki, həmən şirkətə və eyni zamanda hədə-qorxu ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmək olar. Hər bir halda qanunun göstərişi budur ki, əgər borc ödənilmirsə, qətnamə qəbul olunub, icraya yönəlirsə, söhbət tək qətnamədən getmir, notariusun icra qeydi də ola bilər və s. Bu zaman məcburi icra tədbiri görmək səlahiyyətinə yalnız icra məmuru malikdir. Yəni, digər şəxslərin, üçüncü şəxslərin bu məsələyə qarışaraq tələb eləmək, hədə-qorxu gəlmək təbii ki, qanunsuzdur bu hallar. Çox maraqlı bir məqama toxundunuz. İstərdim ki, bunu biraz da genişləndirək. Məsələ burasındadır ki, son zamanlar nəinki hədəliyirlər, hətta həbslə də belə qorxudurlar. Bu halda doğrudanmı vətəndaş həbs oluna bilərmi? Belə deyim, ümumiyyətlə qeyd olunan məsələdə reallıqda, yəni birincisi necə baş verir? Əksər hallarda kollektor şirkətinin əməkdaşları özlərini hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edirlər. Bəli, belə müraciətlər çox olur və yaxud da icra məmurunun adından danışırlar ki, sizin ölkədən giriş-çıxışınıza həbs qoyulacaqdır, əmlakınıza tutma yönəldiləcək, əmək haqqınıza tutma yönəldiləcək və s. Belə olan halda ilk növbədə deməli icra qurumundan bu məsələni dəqiqləşdirmək lazımdır. Yəni qətnamə icraya
yönəlibsə, icra hansı mərhələdədir? Hər bir halda bu orqanlar çalışırlar ki, borcu ödəsin vətəndaş və heç bir məsuliyyətə cəlb olunmasın. Bəli, təbii ki, ilk növbədə icra məmuru çalışır ki, yaranmış borcu, yəni icra vərəqəsində göstərilən borcu könüllü şəkildə vətəndaş ödənsin. Bununla bağlı deməli borcun ödənilməsinə bağlı bildiriş göndərir vətəndaşa və 10 gün müddətində ödənilməsini tələb eləyir. Əgər ödəməzsə, bundan sonra artıq məcburi icra tədbirlərinə keçir. Sosial şəbəkələrdə son zamanlar hüquqşünaslar, vəkillər çox maraqlı paylaşımlar edirlər. Əslində bu çox gözəldir, vətəndaşlarımızı maarifləndirirlər. Lakin bu paylaşımların birində bir il tamamında kredit borcunun silinməsi ilə bağlı video çarxlar paylaşılır. Sanki bir ildən sonra artıq kredit borcunu ödəmək məcburiyyətində deyil vətəndaş, çünki bu borclar silinir. Bu nə dərəcədə doğru bir fikirdir? Mülki məcəllədə qeyd olunan məsələ ilə bağlı sırf kredit müqavilələri üzrə 1 illik iddia müddəti nəzərdə tutulub. Amma bu o demək deyil ki, yəni vətəndaş 1 il müddətində gözləyərsə əgər, həmən kredit borcu artıq ondan tutulmayacaqdır. Burada məsələ biraz fərqlidir. İddia müddətindən bağlı ümumiyyətlə qeyd eləmək lazımdır ki, bu iddia müddətinin əsas məqsədi tərəfləri intizamlı olmağa dəvət eləməkdir. Yəni, hər bir şəxs öz müqavilədə nəzərdə tutulan hüquqları üzrə vaxtında lazım olarsa məhkəməyə müraciət eləməlidir, lazım olarsa digər qaydada öz hüquqlarını qorumalıdır. Məsələ burada nədən ibarətdir? Əgər həqiqətən də 1 illik iddia müddəti ötübsə, bu zaman kredit verən, borc verən məhkəməyə müraciət etdikdən sonra cavabdeh şəxs, yəni borclu iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərsə, o zaman bəli, bankın iddiası, yəni kredit verənin iddiası təmin olunmaya bilər. Amma burada ilkin şərt ondan ibarətdir ki, hər bir halda cavabdeh məhkəmə qətnaməsi çıxana kimi ərizəni təqdim eləməlidir. Yəni, söhbət birinci instansiya məhkəməsindən gedir. Yəni, deyək ki, bank müraciət edib iddia tələbi ilə məhkəməyə, borclu baxır, hesablayır, müddəti görür ki, 1 illik iddia müddəti ötübdür. O zaman ondan tələb olunan odur ki, iddia müddətinin ötməsindən bağlı məhkəməyə ərizə təqdim eləsin. Bu zaman bəli, borc verənin, kredit verənin iddiası təmin olunmayacaq. Amma əgər həmən ərizə təqdim olunmazsa, müddət keçməsinə baxmayaraq məhkəmə həmən iddianı təmin eləyə bilər. Təmin eləyir də həmən müddət ötməsinə baxmayaraq. Digər bir məsələ isə istisna hal burada nəzərdə tutulub, hansı halda apellyasiya icraatında təqdim oluna bilər həmin ərizə. Bu halda ola bilər ki, borclunun ümumiyyətlə məhkəmənin gedişatından heç bir məlumatı olmayıb, iddia tələbi barədə məlumatı olmayıbdır. Ondan bağlı əgər bu hal məhkəmədə sübut olunarsa, bu zaman apellyasiya instansiyası icraatında da həmən ərizənin təqdim olunmasına yol verilir. Müddətin hesablanmasından bağlı da əsas məsələni qeyd eləmək istəyirəm. Belə olan halda müqavilənin müddəti bitmiş olmalı, kreditor artıq məhkəməyə müraciət etmə hüququnun, yəni hüququnun pozulduğunu bilmiş olmalıdır və ondan sonra 1 il ərzində məhkəməyə müraciət etməzsə, 1 ildən sonra müraciət eləyərsə, bu zaman iddia müddətini ötmüş hesab eləmək olar. Və bir açar məsələ də ondan ibarətdir ki, ötmüş müddət ərzində borclu heç bir ödəniş etməzsə, bu şərtlər qüvvədə olur. Yox, əgər deyək ki, 1 illik müddət ötübdür, borclu səhvən hər hansısa bir borcun bir hissəsini ödəniş eləyibdir, bu zaman artıq iddia müddəti yenilənir, belə desək, borc ödənilən, həmən məbləğ ödənilən vaxtdan sonraki vaxt üçün hesablanmağa başlayır. Amma heç bir halda əgər borc məbləği ödənilməyibsə, silinmədən söhbət gedə bilməz. Silinmə, xeyr, həmən borc məbləği silinmir, sadəcə kredit verənin iddia tələbi təmin olunmur məhkəmə tərəfindən. Amma belə deyək, həmən borc məbləği borclunun üzərində qalır. Vətəndaşlar bununla da çox əziyyət çəkirlər. Məsələ burasındadır ki, bir dəfə adı o siyahıya düşdüsə, ikinci dəfə kredit götürməyə çətinlik çəkirlər. Bunu silmək mümkündürmü? Bu məsələ ilə bağlı məndə praktikada belə bir olubdur. Biz o deyək ki, həmən
Mərkəzi Kredit Reyestrində olan məlumatın silinməsinə nail olmuşuq. Burada da məsələ ondan ibarət olub ki, borcun deməli təmin olunmaması, yəni iddia tələbinin təmin olunmaması barədə qətnamə olub, lakin lazımi məlumat vaxtında kredit reyestrinə ötürülmədiyinə görə bu məlumat orada qalıb davam edib. Biz sonradan müraciət eləmişik kredit bürosuna, onlardan cavab alıb məhkəməyə təqdim eləmişik və məhkəmənin qətnaməsi əsasında silinməyə nail olmuşuq. Həmən reyestrdə saxlanma müddəti 10 il müddətində götürülür. 10 ilin tamamında deməli məlumat sahibinə bildirilməklə ya həmən deməli məlumatlar arxivləşdirilir və yaxud da ondan sonra pozulur. Amma hüquqi əsas olmadan, həmən müddət keçmədən həmən məlumatları silmək mümkün deyil. Bu problem eləcə də zaminlərin başına gələ bilər. Yəni zaminlər də bu problemlə qarşılaşa bilərlər. Eyni qayda ilə onların da reyestrindən adları silinə bilərmi? Eyni demək olar ki, qeyd olunan məsələlər eyni ilə də aiddir. Yəni əgər həmin məsələ üzrə borclu kimi həmən reyestrdə görsənirsə şəxs, eyni məsələlər ona da aiddir. Yəni hüquqi əsas olmadan həmin məlumatların orada silinməsi demək olar ki, mümkün deyil. Ümumiyyətlə, biz çalışırıq ki, əziz tamaşaçılar, bu məsələləri ətraflı olaraq sizə çatdıraq ki, sabah siz bu məsələ ilə qarşılaşdığınız zaman bu çətinlikləri çəkməyəsiniz. Hər bir halda panikaya düşməyin. Hər bir şeydən, hər bir haldan, hər bir vəziyyətdən çıxış yolları var və əgər siz borcunuzu ödəyə bilmirsinizsə, mütləq şəkildə Amid bəyin dediyi kimi, vurğuladığı kimi banka müraciət edin, bankla danışıqlara gedin və hansı bir formada razılaşmağa çalışın. Son zamanlar tək şəxsiyyət vəsiqəsi ilə kredit götürmək təklif olunur. Bu nə dərəcədə doğrudur? Zaminsiz, heç bir şərtlər təqdim olunmadan bu mümkündürmü? Mümkündür əslində. Burada məsələ ondan ibarətdir ki, kredit verən belə deyək, şirkətlər, təşkilatlar bunu adətən daha çox müştəri cəlb etmək məqsədi ilə eləyirlər. Çünki banklarda, misal üçün, ən azından iş yeri barədə arayış tələb olunur, borc götürmək, kredit götürmək istəyən şəxsdən və digər əmlakı barədə, digər gəlirlər barədə məlumatlar tələb olunur və bu bir sıra şəxslərə kredit götürməkdə çətinlik yaradır. Belə olan halda müxtəlif kredit təşkilatları həmin sənədlər tələb olunmadan kredit ayırmağa razı olduqlarını bildirirlər. Bəli, adətən bunun nəticəsi yüksək faiz tələb etməklə nəticələnir, amma bəli, belə bir şey mümkündür. Bu sırf kredit verənin öz üzərinə götürdüyü belə deyək, məsuliyyətdən ibarətdir ki, riskdən daha doğrusu ibarətdir ki, belə olan halda kredit ayıran şəxs daha çox risk etmiş olur, amma bu hər bir kredit verənin öz belə deyək, şəxsi mülahisəsinə aid olan bir məsələdir, bəli, mümkündür. Adətən burada 30-40%-dən yuxarı kreditlər verilir. Bəli, təşkilatdan asılı olaraq müxtəlif ola bilir. Hər kəs belə deyək, öz maddi vəziyyətinə uyğun, öz strategiyasına uyğun hərəkət edərək müştəri cəlb etməyə çalışır. Amid bəy, əgər iş məhkəməyə gedibsə, vətəndaş hansı addımlar ata bilər? Deməli, iş məhkəməyə əgər gedibsə, artıq kredit verən məhkəməyə müraciət edibsə, ilk növbədə borc alan iddia tələbi ilə tanış olmalıdır. Ondan hansı məbləğdə, hansı müddətlər üçün vəsaitin tələb olunduğuna baxmalıdır. Bu ilk atılacaq addım olmalıdır. Və əgər hesab etsə ki, ödənişlər üzrə borc düzgün hesablanmayıb, bu istər əsas borc, istər faiz borcuna aiddir, istər dəbbə pulu və s. əgər müqavilədə bu nəzərdə tutulubsa, əgər belə bir halla vətəndaş rastlaşırsa, borc alan rastlaşırsa, məhkəmədə, yəni hakimə vəsatətlə müraciət edərək iş üzrə ekspertizanın təyin olunmasını xahiş eləyə bilər. Məhkəmənin özünün də belə bir səlahiyyəti var, mülki prosessual məcəlləyə əsasən, yəni tərəfin xahişi olmadan da bunu eləyə bilər, amma etsə daha yaxşıdır. Vətəndaş müraciət eləyir ekspertizanın keçirilməsindən bağlı. Artıq o iş, bütün ödənişlər, kredit müqaviləsi, orada nəzərdə tutulan, yəni təbii ki, şərtlərlə birlikdə göndərilir ekspertizaya. Ekspert orada olan borcun
və məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara uyğun cavablarını özündə əks etdirən rəy tərtib edərək göndərir məhkəməyə. Belə hallar kifayət qədər rast gəlinir. Ola bilir ki, bəli, təbii ki, praktikada bu olur. Ola bilir ki, ekspertizadan qayıdandan sonra həmən rəydə öz əksini tapan borc məbləği iddia tələbində olan borcdan aşağı olsun. Və ola bilər ki, məhkəmə vətəndaşın ziyanına qətnamə qəbul edib. Bəs bunda vətəndaş nə etməlidir? Əgər məhkəmə yekunlaşıbsa, artıq qətnamə qəbul olunubsa, məhkəmənin, daha doğrusu borclu şəxsin hüququ var. Təbii ki, əgər qətnamədən razı deyilsə, orada qeyd olunan hallardan, əsaslandırmadan, sübutların qiymətləndirilməsi və s. bununla razı deyilsə, o zaman vətəndaş, yəni cavabdeh olan şəxs həmən qətnamədən apellyasiya şikayəti verə bilər. Belə olan halda iş göndərilir apellyasiya məhkəməsinə, həmin məsələyə bir daha baxılır. Müəyyən şərtlər daxilində cavab verirsə, orada məbləğ məsələsi var. O həmən qətnamədən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də ali məhkəməyə kassasiya şikayəti verə bilər. Bundan sonra əgər yəni belə deyək, bunun da bir xeyri olmasa, artıq əgər icra vərəqəsi icraya yönəldilir və icra məmuru tələbin könüllü icrası üçün vətəndaşa bildiriş göndərir, 10 gün müddətində könüllü ödəniş üçün. Vətəndaş öz vəziyyəti ilə bağlı müraciət edə bilər, həmin qətnaməni qəbul etmiş hakimə, Mülki Prosessual Məcəllədə bu nəzərdə tutulub, ərizə ilə müraciət eləyir, öz maddi vəziyyətini göstərir, ağır olduğunu bildirir, təbii ki, sübutlar təqdim eləməlidir və belə olan halda məhkəmə sübutları kifayət edən hesab edərsə, yəni kifayət qədər sübut təqdim olunarsa, məhkəmə həmən borcun hissə-hissə icra olunması barədə qərardat qəbul edə bilər. Yəni ki, zaman da burada uzanır. Təbii ki, yəni belə deyim, deyək, vətəndaşın 10.000 manat borcu var. Bu qətnamənin hissə-hissə icra olunmasına bağlı qərardat qəbul olunandan sonra həmən qərardatda göstərilir ki, deyək ki, ayda bu qədər məbləğ ödəməlisən. Artıq o zaman icra məmuru həmən borcu bütünlüklə deyil, qərardatda göstərilən hissələrlə tələb eləyir. Eyni zamanda hissə-hissə icradan başqa Mülki Prosessual Məcəllədə nəzərdə tutulub borcun icrasına möhlət verilməklə bağlı burada artıq müəyyən müddət verilə bilər. Təbii ki, məhkəməyə müraciət olunmalıdır, ərizə ilə borclu olan şəxs bildirməli ki, ödəmə qabiliyyətim yoxdur, sübutlarını təqdim eləməlidir, gəlirlərini. Əgər məhkəmə tərəfindən qəbul olunan sayılarsa, bu zaman bununla bağlı qərardat qəbul oluna bilər. Bir də sizə öz təşəkkürümü bildirəm, Amid bəy. Çox sağ olun ki, studiyamıza gəlmişsiniz. Çox sağ olun. Mən də sizə öz minnətdarlığımı bildirirəm dəvət elədiyiniz üçün və sizin bu layihədə eyni zamanda vətəndaşları maarifləndirmək istiqamətində apardığınız işlərlə bağlı sizə gələcəkdə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm və mən əminəm ki, biz yenə də sizinlə birlikdə studiyada görüşəcəyik və tamaşaçılarımıza yenə də maarifləndirici məsləhətlər verəcəyik. Əziz tamaşaçılar, bir verilişimizin də sonuna gəlib çatdıq. Bir daha xatırladım ki, bugün biz bank kreditləri haqqında danışırdıq. Bank əlbəttə ki, bizim dostumuzdur, lakin dostu da ağılla seçmək lazımdır. Həyatda borc qaçılmaz ola bilər, lakin onu da ağılla idarə etmək lazımdır. Bugünkü məlumatlar ümid edirəm ki, həm yol göstərdi, həm də sizi maarifləndirdi. Qaydalara riayət edin, öhdəlikləri vaxtında həyata keçirdin və maliyyənizi ağılla idarə edin. Bu həm sizin üçün sakitlik, həm də gələcək həyatınızda bir sığortadır. Sağ olun, görüşənədək.